Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, yaxşısınız, hər yerdə varsınız, şefiniz saz olsun. Günü-gündən Azərbaycanımız və millətimiz həm ayılır, həm qabağa gedir. Dünən o şapalağın səsi, dostlar çox gözəl qoyublar. Dünənki günü şapalaq günü elan eləyiblər. Mən umaram ki, hər gün şapalaq günü olsun, hər gün İranın bir məsulun şapalaqlasınlar və beləliklə biz görünək. Baxın, bir millətin əksül əməli onları görsədər, ya əməli onları görsədər. Bizim əməlimiz nədir? O vəzir-i irşad deyibdir ki, Farsdan qeyri dillərdə, yəni türklə, ərəbidə də, bundan sonraki ayrı dil təqribən yoxdur ki, orada. Ermənilərin dili rəsmidir İranda. Bir yol ərz eləyim xidmətinizə. Bunlarda yazmaq, ad qoymaq qadağan olacaq. Və burada biz durmuşuq, baxırıq. Biz durmuşuq, oturmuşuq, baxırıq ki, görək nə olacaqdır. Məsələn, doğrudan bunlar qadağan eləyəcəklər, eləməyəcəklər. O halda ki, indi gərək Azərbaycanlılar və türklər yaşayan yerdə gərək inqilab olaydı. Gərək neçə gündür bu məmləkətdə deməyim su yerinə qan axıydı, amma deyim ki, şəhərlərdə yaddı yox idi. Amma biz hamımız oturmuşuq, hamımız gözlürüşük, bir ayrısı dursun. Mən durmuram, mənim işim yoxdur, xiyabana çıxmayayım, birim vurmayayım, biri məni tutmasın, o birilər geçsinlər, qonşumuz geçsin, o geçsin, bu geçsin. Olmaz dostumuz, olmaz. Hamımız qalxmalıyıq, hamımız ayağa qalxmalıyıq. Hamımız etiraz eləməliyik. Mən buna bir cavab dedim. İndi fərz buyurun ki, rahpeymalığa çıxmırıq. Etiraz eləmirik. Dövlətin var-yoxunu aradan aparmırıq. Tamam. Gələk tabloları sındıraq. Xiyabanların adlarındakı tablo vardı. O tabloları qərəliyək. Bir qılı cöhər alacağıq, atacağıq ora. Şüşədə qoyaq şüşəyə. Vuraq. Sınsın partlasın onun üstünə. Hotellərin adları, bancıların adları, idarələrin adları, xiyabanların adları, mücəssəmələr. Dünənlərə bir video, dostların biri götürüb Heyran Gəriyinin başında Firdosinin mücəssəməsini qoyublar. Bir belə milli deyirik. Niyə bir nəfər gedib orada onu belə partladanmayıbdır, sındıranmayıbdır? Bir dənə daşla onu sındırmaq olar. Dostlar da mənə yazırlar, niyə silahlı savaş demirsiniz? Ya, niyə savaşa, silahlı savaşa çağırış yoxdur? Bundan gözəl kəmpeyn və rahat kəmpeyn, zərərsiz kəmpeyn yoxdur ki, hər o əlaim və nişanələri ki, Fars istimarın simbolizə edir, göstərir, biz onları oradan aparaq. Sadə. Gecədə bu işi görə bildik, günüzdə bu işi görə bildik, maşında gedə-gedə şüşədə, balaca şüşələr vardı, çox rahatca sınan şüşələr. Onda rəngi at, dəysin ona, sınsın, tökülsün yerə. Tamam, get. Mücəssəmələri ucursu vur, geçsin. Sədidir, Hafizdir, Firdosidir, Xümeynidir, xarcəz. Mücəssəməsinə vur, geçsin. Nə gözlürük biz? Halva deməklə ağız şirin olmaz ki. O adamlar ki, milli hərəkəti buracan gətiriblər, indi bəzi adamlar oturublar, milli hərəkət yanı nə mənə filan bəhman. Sən neynəmirsən ki, bu gün milli hərəkəti tənqid edirsən? O adamlar ki, milli hərəkəti bura gətiriblər, zindanlar çəkiblər. Bəzisinin evi dağılıb, əhliyalar oradan gedib. Bəzisi vətəndən çıxmağa məcbur qalıb. Yəni, zindanın çəkib, şikəncəsini çəkib, döyməsini döyülübdür. Vətəndən çıxmağa məcbur qalıb. Müftə deyil, qardaş. Hər şeyin, bacılar, qardaşlar, hər şeyin bir qiyməti var. Bir dəyəri var. Biz dilimizə, vətənimizə, millətimizə nə dəyər veririk? O dəyər ki veririk, o dəyəri verməliyik.
Can deyirik, vətənə can qurban. Yəni vətənin bu dəyəri var ki, canım qurban da. Hangi canı qurban eləmişik? Hangi canı qurban eləmişik? 60 min nəfər traktorun gedir, ora şuar verir. 60 min nəfər bu günləri xiyabana çıxsın, görün bu vəzir necə istefa vermiş. Azərbaycana hər nümayəndə durub da Azərbaycana ağzın əyir. Karikatorların çəkirlər Türkiyənin və Azərbaycan Cumhuriyyətinin prezidentlərinin, rəhbərlərinin karikatorlarını çəkirlər. Bir nəfər yoxdur bunlar. Əslən farslar görürlər ki, İranda bir ölü türk var. Biz də sevinirik, dünənlər filanca şapalaq vurdu. O bizim adamımız değilmiş. Mən də sevinirdim ki, bizim adamımız olar, vurar. Laqəl biz deyir, uşağa bir nəfər cəsarətli bir adam çıxdı. O bir dənə paslar imiş. Özlərinin arasında paslarların ixtilafı var imiş. Deyibdi ki, o gün ki sən paltarı çıxadasan, paslarlıq paltarını çıxadasan, şəxsi paltar giyəsən, yəni istefa verəsən, mən o gün səni döyəcəyim. Dünən döyübdü. Biz bunu yazanmarıq bir öz adımıza. Biz gözlürük bir ayrısı bir iş görsün, biz sevinək ona. Əlbəttə İranın və farsların sistemində işləyən hər adama, hər kəs hər əndizə ilə zərər verirsə, bizə mənfəəti var. Sevinəcəyik, himayət eləyəcəyik. Amma çünki bizim düşmənimizin düşməni bizim dostumuz da əslində. Dostumuz da olmasa bizim düşmənimizə zərər vurur. Düşmənimizə zərər vuran adama biz himayət eləməliyik. Kürt olsun, hər kəs olur olsun. Paslar olsun. Biz biraz, dostlar biraz ciddi olmalıyıq. İndi bəziləri deyəcək, sən özün getmirsən Kanadadan, bizə deyirsən ki, sən Təbrizdə, ya Ərdəbildə, ya Zəncanda, ya Tehranda, ya Qəzvində, ya Həmədanda, ya Urmiyədə, ya orada, ya burada. Ayağa qalx ki, sən özün haradasan? Biz də bu zamanları geçirmişik, biz də kötəyimizi yemişik, biz də zindanını çəkmişik, biz də şikəncəsini çəkmişik, biz də avarasını olmuşuq. Biz də dədə-nənəmizi görənmirik. Biz də famillərimizi görənmirik, biz də dostlarımızı görənmirik. Biz də işimizi əldən verdik, biz də təhsilatımızı əldən verdik. Mən özümü deyə bilərəm laqil. Yəni heç kəsin tərəfindən danışmıram. Mən özüm diriyəm, öz tərəfimdən danışıram. Hər halda umaram ki, nə deyirlər, dostlar heç olmasa bu kempeynə iştirak eləyərlər. Hərə bir fars sembolun, hərənin zehnində bir şey var da, məsələn görür ki, burada bir xiyaban var, məsələn onun adı filan şeydir. Bunu vura bilər. Orada bir məğazədə, bir hoteldə, bir bahda, bir filan yerdə bir şey yazılıb ki, o fars istimarın sembol elir bizim üstümüzdə, bizim toplumumuzda. Onu aradan aparmaq, mücəssəmələri sındırmaq. Yəni çox çətin bir şey deyil. Vallahi çox çətin bir şey deyil. Amma bir cəsarət istir. Və bir də ki, o adam ki deyir mən vətənə, ya millətə, ya dilimə qurbanam, gedərəm Azərbaycanda savaşaram. Azərbaycanda sərbaz var, savaşır. Şükür olsun. Bizim sərbazımız şeydə lazımdır. Təbrizdə, Ərdəbildə, Tehranda, Şirazda, İsfahanda lazımdır. Görələr ki, Türkün dili qadağan olursa, Türk ayağa qalxar. Yoxsa qalanı havadır. Yəni biz havadan, sudan danışmaqla gəlib internetdə vur, dağıt filan. Bundan olmaz. Bundan olmaz. O adamlar ki, dünənəcən deyirdilər, rəy verin, nümayəndələrə, şurayı, şəhrə, filana, bəhmana. İndi onların yapışacaqsınız qulağından, deyəcəksiniz ki, de görüm, hani?
Hani bu sənin nümayəndələrin hani niyə Azərbaycandan himayət eləmirlər? Niyə indi ana dilimizə bizim əlan vəzir fərhəng və irşad İslamı həmlə edir və siz bundan himayət eləmirsiniz? Hardasan filan kəs? Ağay Qazizadədir, nə mənət Qazipurdu, nədir Nadir? Gəlib də Azərbaycanı məhkum edibdir. Olan və siz dünənəcən ana dili deyə getdiniz, rəyi alırdınız, rəyi yığırdınız bunlara. O nümayəndələri niyə vurmurlar indi? Yəni o nümayəndəni gələ indi vuralar. O şurayı şəhərdəki adamları gələ indi döyələr. O şurayı şəhər orada danışırdı. Ağa mənə rəy verin görüm necə ki şurayı şəhərdə farsı danışır bir Kürd. İndi dursun vəziri fərhəng və irşad İslamının dövlətin qabağında danışsın. İndi gedib şuraya başlayıblar yeməğa, hamısı Azərbaycana həmlə edirlər. Nadir Qazipur deyibdi ki, Azərbaycanın gərək rəsmi dili, Azərbaycan Cumhuriyyətinin rəsmi ikinci dili farsca ola. Bunun qulağın kim çəkəcək? Yəni milli hərəkət dediyimiz, milli bu fədailər ki deyirlər, mən Azərbaycan fədaisiyəm. Mən millətçiyəm, millət fədaisiyəm. Biri də var, işin müşəxəs edib, deyib ki, onlar hardadılar? Əvvəl onu cümləmi qutarım. Onlar hardadılar? O adamlar ki sizi çağırırdılar rəy verməyə, milli fəal adına, onların dilində hardadır? İndi niyə yazmırlar? Niyə məhkum eləmirlər? Niyə nümayəndələri məhkum eləmirlər? Niyə dövləti məhkum eləmirlər? Niyə vəziri məhkum eləmirlər? Niyə? Çünki onların vəzifələri bu idi ki, sizə aparalar, rəy alalar, ta bunlar gələ. Onda biz dedik ki, bunlar hər nə imzalasalar, onlar təyid eləyəcəklər. Çünki sizin hər rəy ki verirsiniz, imzalırsınız yəni. Aa, mən bu adamı təyid edirəm. Bu gəlir məclisdə mənim tərəfimdən danışacaq. Bu dövlətdə mənim tərəfimdən danışacaq. Bu şurayı şəhərdə mənim tərəfimdən danışacaq. Rəy verməyənlərin başı ucadır. Deyir, aa, heç olmasa mən bunu imzalamamışam. Mən etirazımı eləyirəm. Rəy verəndə etiraz eləmişəm, indi də etiraz eləyirəm. Amma onları ki çağırıblar, rəy veriblər, rəy yığıblar, toplayıblar. Bunları biz gərək tanıyaq. Mən o zaman da dedim, gene də deyirəm, hər kəs də hər nə deyir desin. Onlar ya xaindilər, satqındılar, yəni pul alıblar nümayəndələrdən, kanditlərdən, nümayəndələrdən yox, kanditlərdən pul alıblar, orada təbliğat eləyərlər. Mənə biraz pul gəlsin, nə olur olsun, mənə nə ki Azərbaycan nədir olacaqdır. Onlar satqın bunlara deyərlər. Yoxsa bir dənə qız şeir oxuyur, türkcə, 50 dənə şeir oxuyub, bir dənə farsça oxuyubdur, o götürüb ona bacı nənə, bacı yamanı yazır. Bu milli fəal deyil. Bu milli fəalın təxrib eləyənidir. Adam dünən gəlibdi hərəkətə, bu günləri hamını nəqd edir. Hələ sən bir gəl görək, bir kimsən, sən nə qarəsən, havaq gəlmirsən, nə cür gəlmirsən, nə düşünürsən, nə inəmirsən, hangi yolda girmirsən, hara getmirsən, hardan gəlmirsən, nə qəd zindan çəkmirsən, nə qəd savaşmısan, nə qəd milli hərəkətin yanında olmuşsan, neçə sətir yazmısan, neçə saat danışmısan, hangi həzinəni vermirsən Azərbaycan üçün, millət üçün, vətən üçün. Bizim belə bir əcib, qərib bir durumumuz var, çox əcibə. Hər kəs yerindən durur, milli hərəkəti nəqd edir. Əvvəl sən özünü nəqd eləyəcəksən. Mən indiyəcəm milli hərəkəti nəqd eləməmişəm. Mən nəqd elədiyim özümü nəqd elərəm. Mən bu hərəkətə neynəmişəm? Hangi fikri yaratmışam heç olmasa? İndi deyək ki, mən silah götürüb savaşmıram. Deyək ki, mən qorxağam. Deyək ki, mənim əhliyalım var, mən istəyirəm əhliyalımın çörəyini çıxadam. Amma fikir qoya biləm ortaya.
Hangi fikri qoymuşam? Hangi kitabı yazmışam? Hangi məqaləni yazmışam? Hangi riski eləmişəm bu vətən üçün? İndi gələm deyəm, filan kəs neyniyibdir? Sən filan kəsin nə işin var? Əvvəl özünü soruş. Mən neynəmişəm? Bir belə də iddia edirəm, nə mənə? Adam mənə yazıb ki, stratejidən danışın. Siz niyə yazırsınız ki, mücəssəmələri partladın? Bu çox işdir. Sən strateji bilirsən nədir? Tamam, stratejini bilirsən. Çox sağ ol, təşəkkür edirəm. Danış görək stratejin nə mənədir Azərbaycana? Sənin özünün fərdi stratejin Azərbaycana nədir? Millətimizə nədir? Bu vəziyyətə, bu bohranını keçirtməkdən nədir? Bizim düşündüklərimiz bu cürdür ki, millətimizi ayıldaq. Hər nə qədər ayıtsaq, belə güclənirik. Bizim gücüm budur ki, insanlarımız yavaş-yavaş məlumatlansın. Bizim çalışmamız budur ki, insanlar brainwash olduqlarından çıxsınlar. Yəni o şeylər ki, geçən 100 ildə örgəşmişik, həqiqət bilirik, vaqiiyyət bilirik və onları bizə deyəndə ki, bunlar yalandır, şok oluruq. Əvvəl bunlara ayıldaq ki, bunlar yalandılar. Bizim stratejimiz budur. Bizim stratejimiz budur ki, insanlar hər şeyə şək eləsinlər. Hər şeyi sual altına aparsınlar. Hər nə mənə dedilər, soruşsunlar ki, niyə, nə cür, ha vaxt, necə? Niyə ayrı cür yox? Niyə bu? Soru altına aparsınlar. Sizin stratejiniz nədir? Bizim stratejimiz budur ki, insanlar ayılmasalar, fədakarlıq ərsəsinə gəlməzlər. Vətən üçün özlərin ölüm ayağına aparmazlar. Silah götürməzlər. Əvvəl insan ayılacaq, biləcək ki, bir vətən var, biləcək ki, bir dənə də istimar var. Vətən ilə istimarın, millət ilə istimargərin, istimarsının, sümürgəçi də deyilir Türkçə, bunun arasında olan ilgini düşünəcək əvvəl. Sonra görəcək ki, mənim beynimdə olanlar niyə məni bu vəziyyətə salıb, niyə mən İrana inanıram, niyə mən etiraz eləmirəm, niyə mən oturmuşam, durmuram, niyə mən yazı yazmıram, niyə mən xiyabanda gecə qaranlıqda bir dənə tabloyu xərablayamıram. Cəsarətim bu qədər yoxdur. Niyə məndə bu cəsarət aradan gelibdir? Niyə bizim cəsarətimiz yoxdur? Niyə farslar yaza bilirlər, biz yazamırıq? Farslar danışa bilirlər, biz danışamırıq. Farslar vura bilirlər, biz vuramırıq. Niyə? Bunları özümüzdən, bizim insanımızı bu ayıltmağa düşünürük. Çünki ayılmayan insan mübarizə də eləməz. Mübarizə eləməyən insan savaşmaz da, silah da götürməz. İndi deyək ki, biz neçə ildir bilirik, hamımız. Bizlər də bilirik, ərəblər də bilir, bəluslar da bilir, türkmənlər də bilir, qəşqailər də bilir. Hamı bilir ki, Ferdowsi arvadlara, türklərə, ərəblərə düşməndir. Bir dənə xiyabanda tablonun adı ki, Ferdowsidir, onu qərələyən var. Bir dənə mücəssəməni sındıran var. Tehranda Meydan-ı Ferdowsi bu yekaqda mücəssəməsi var. 3 metrlikdən dursan onu rəng atsan, səhər dünya onun əksini salacaqdır. Ki, niyə bunu qaraladılar? Kim eləyib bunları? Yəni, silahla gedir. Silahla o zaman gedir ki, sən indi feylən hələ kiçik bir işləri gör. Silahlanmaq borcumuz olsun gələcəyə. İndi feylən bizim kiçik işlərimiz lazımdır. Neçə dənə Əli Rza Fərşi, Abbas lisanimiz var? Neçə dənə? Yəni 40 milyon insandan danışırıq. Deyək ki, bunun 5 milyonu ayılıbdır, 35 milyon hələ feylən İrancıdır. Beləsi fərz eləyək da, ayrı da olsa beləsi fərz eləyək. Bu 5 milyondan bir 50 nəfər yoxdur bu şəhərdə, tamam bu mücəssəmələri, bu yazıları, bu tabloları şey eləyələr, dağdalar, qərəliyələr, millətin etirazını görsədələr.
5 nəfər yoxdur bu nümayəndəni vura deyə mən gedəcəm zindana. Gedə bu nümayəndəni, bu vəziri vura deyə mən gedəcəm zindana. Bir adam ki hələ feilin hazır deyil, vəziri vura gedə zindana. Ona bir silah verək ki, nə olsun? Nə olsun yəni? Yerindən duran durur, milli hərəkətə nəqd. Kimi nəqd edirsən? Əsən deyin görək kimi nəqd edirlər bunlar? Vaqən kimi nəqd edirlər? Hizbləri nəqd edirik. Hangi hizbin üzvüsən, hangi hizbin fəaliyyətinə girmisən, hangi hizbin fəaliyyətində olmusan, deyirsən ki, yox, bu düz deyil. Ya başarmırlar. Mən yaxçı başarırım. Heç bir hizb, heç bir fərd demir ki, mən perfektəm, aliyəm, məndən yaxçısı yoxdur. Şəraiti mövcudda, imkanat mövcud olan imkanlardan faydalanmağa çalışırlar. İndi mövcud imkanlardan görürük ki, olar. İcazənlə çox uzatmayayım, qeydim, kitabı oxuyayım. Zahirən bu Instagram gətiribdir 50 neçə dəqiqə yetişəndə kəsir. Mən də 2 gündür kitabı oxuyanda bir onu görürəm kəsildi da, elə orada qurtulur da, mən eləyə bilmirəm, davam verəm. Onun üçün biraz sürətlə də oxuyayım, çox da olmasın, görək ki, hara yetişmişdik. Dünənləri dostlar, kitabımızın adını deyək, Türkçülüyün əsasları 91-ci səhifəni oxuyuruq, yazan Ziya Gökalpıdır. İndi dostlar, niyə kitab oxuram, mən niyə gündəlik məsələləri danışmıram? Çünki gündəlik məsələləri danışmaq hamı danışır. Çox da danışılır. Və geçir gedir. Dünən şapalaq bir həyəcan yaratdı, bu günləri yoxdur, qutardı getdi. Biz insanlarda ağıl və şuur yaradacağıq. İnsanda ağıl yoxdur. Ağılı yaradarlar. Farslar bizdə bir ağıl yaradıblar. Bu ağıl bizi farsların xidmətində saxlar. Biz istəyək bunu dəyişdirək. Gərək milli düşüncəli kitablar oxuyaq. Ağıl yaradaq, əvvəl özümüzdə, sonra da insanlarda. Çünki biz ağlımız əgər indiyəcən mədrəsədə, danışqahda düzəldən ağıl olsa, elə o farsların xidmətindədir da, lazımdır ki, özümüzə zəhmət verək, deyək, mən ağıllıyam. Biz yolu dəyişdirməklə ki, ağlımızı işə salacağıq. Yolu dəyişdirməklə ki, biz eləyə biləcək, dünyamızı dəyişdirək, fikrimizi dəyişdirək, fəlsəfəmizi dəyişdirək ki, mən ona düşüncə tərif edirəm. Bunun üçün biz türk kitabları oxumalıyıq, siyasi, ya ideolojik, ya fəlsəfi kitablar oxumalıyıq. Yəni, düşüncə kitabların, türkcə yazılmış, türklərin vasitəsilə yazılmış, türklərin mənafeyi üzrə yazılmış kitablar oxumalıyıq. Yoxsa gəlin, hey, bəhs eləyək ki, Səttarxan elədir, Bağırxan belədir, Pişəvəri belədir, filan kəs belədir. Bunlardan bizə türək çıxmaz. Demirəm, biz onların gələ iştibahlarını bilək, onların iştibahlarından dərs alaq, gələcəkdə o iştibahlar olmasın. Amma onlardan mühüm budur ki, biz insanlarda fikir yaradaq. Fikirləşmək nə mənədir, onu yaradaq. Nədir fikirləşərlər, onu yaradaq. Və bu ki, bilirik, əgər bunu bilsək ki,
İran rejimi geçən 100 ildə bizim hamımızın beynimizi yuyubdu, gətirib öz xidmətinə. Biz hər nə iş görsək ona xidmət edirik. Gərək bu beyni dəyişdirək. Bu beyni dəyişdirmək üçün biz bunu dubarədən yüməliyik. Nə ilə yuyacağıq? Taza məlumat verməklə ki, orada o məlumat ki veriblər, biz onun nökəri olmuşuq. O məlumatın bir məlumat verədik ki, onları yıxa, yuva, sala eşiyə. Onun üçün kitab oxumalıyıq. Yəni kitabı buna görə oxumuruq ki, məsələn, bizə deyərlər, bəzi adam kitab alır, yığır evə. Mən özüm də bu cürəm, indi Kanadaya gələndən 5-6-100 dana kitab almışam, yığmışam evə. Evə gələn deyir, bunun əcəb savadı var. Amma oturursan, görürsən ki, beyin boşdur. Kitabları fəqət alıb yığıb var, oxumayıbdır. Ya o kitabları alıb yığıb ki, onlar Türk mənafeyinin ziddinədir. Hər halda, dünənləri gəldik, yetişdik bura, bu kitabdan oxuyurduq, dedi ki, əxlaq 5 cürədir və bu əxlaqları biz qərar oldu oxuyaq. Birincisini biraz oxuduq, indi görək ki, haracan oxumuşduq onu, ya da biraz sürətlə görüm oxusam səfəni qutara bilirəm. Bu da uzundur əlbəttə, 2 səfə, 3 səfəlik bir şeydir, yazıdır. Görüm sürətlə oxuyum, görüm haracan oxuya biləm. Vətən əxlaqı nədir dostlar? Buna baxaq. Deyir, əski türklərdə vətən əxlaqı çox qüvvətli idi. Bunu dünən dedik. Heç bir türk öz eli, el yanı nə mənə, yəni milləti üçün həyatını və ən sevgili şeylərini fəda etməkdən çəkinməzdi. Qədim beləymiş türklər. İndi biz o cür deyilik. Biz indi vətənimiz işğaldadır, bir iş görmürük. Deyirik ki, o birisilər görsünlər. Çünki el gök tanrının, dünənləri bunları izah eləmişəm, ona görə sürətlə biraz geçirəm. Burada geçir Usturiya ki, türklərin usturəsi nədir? Çünki el gök tanrının yer üzündəki kölgəsidir. El dedik, yəni millət. Deyir ki, el Allahın yer üzündəki kölgəsidir. Millət yəni. Şah yox, adam yox. Millət. Baxın, fərqi buradadır. Biz Xumeyni ismidə, Pəhləv ismidə, Fars ismidə bir adam yer üzündə Allahın kölgəsidir. O birisi adamları alacaqdır əlinin altına. Bərdə eləyəcək. Amma Türk usturəsində el, yəni millət. Dedim, bunu da dünən dedim ki, millət sözü farslar bizə örgədiblər, bir verş eləyiblər ki, millət taza bir sözdür, state nation taza bir tapılmış bir sözdür, qədim yox idi filan. Qədim bizim dilimizdə millət yox idi, millət ərəbcə sözdür. Bizim dilimizdə el var idi. El həman millət deməkdir ki, ərəbcədir. Gök tanrı türklərcə olduqca kutsal olan eşq gecəsində bir altın işıq olaraq yer üzünə yenmiş, bir bakirəni yaxud bir ağacı gəbə qılaraq bu qutlu elin ürəməsinə səbəb olmuşdur. Bunu da xülasə deyim ki, ədəbi deməsəm, sadə desəm bu olar. Deyir ki, o gök tanrısı, yəni Allah, bir qutlu, kutsal, yəni müqəddəs bir gecədə. Dedim dünənlər ki, Leylatul Qədri xeyrun min əlfi şəhr. Ərəblərdə də var. Bir qədr gecəsi var ki, 1000 aydan ərzişlidir. Əcəba 1000 ayda birdir bu, ya ildə birdir. Bu da sözdür. Onlar bilmirəm nə cür işlədir. Amma hər halda. Deyir ki, o gecədə Allah bir nur kimi, bir qiymətli altın ışıq olaraq, yəni deyir ki, bir ışıq formatında göydən gəldi yerə və yer üzündə bir bakirə xanımı. Niyə bakirə deyirlər? Məryəm də deyirlər bakirədir. Buna görə ki, bakirə xanım, yəni adamlar buna öz pisliklərini sürtməyiblər. Və bu fikri də, düşüncəsi də, özü də, canı da hər cəhətdən
təmizdir və beno'i İslami desək məsumdur. Məsumiyyəti, yəni bir cürə də baxsaq, uşaqlıq məsumiyyəti davam edir. Deyir, məsumiyyətimiz o zaman getdi ki, yekəldik. Yekələndən sonra məsumiyyətimiz aradan gedir. Bir bakirəni ya da bir ağacı gəbə qılaraq, yəni onu hamilə etdi. Qılaraq neynədir? Bu qutlu, bu müqəddəs türk elinin ürəməsinə, ya törəməsinə, doğmasına, çoxalmasına səbəb oldu. Yəni Allah göydən bir nur olaraq gəlibdir, bir xanımı ya bir ağacı hamilə eləyibdir türk elinə. Onun nəsli, törədiyi nəsl türklər olublar. Belə bir gözəl bir söz deyir. Aydad. Fikirə mən iştibah elədim, amma getdi 91-ə gedəcəkdik. Elin oturduğu məmləkətə yurd yaxud ölkə deyilərdi. El, yəni millət. Harda oturur, vətəni haradır? Ora türk, vətən ərəbcə sözdür, fars söz deyil. Farsların vətənə adı yoxdur, sərzəmin deyirlər. Sərzəmin də bilmirəm ki, vətən anlamı verir ya yox. Məsələn, Sər-i İran, Azərbaycan deyirlər. İndi onda sərzəmin, İran, Azərbaycan vətənli qalanı nədir? Məsələn, quyruq nədir? Deyir ki, elin oturduğu toprağa, məmləkətə yurd yaxud ölkə deyirlər. Biz yurd ya ölkə dediyimiz yerdə, yəni vətən, ərəbcə söz. Türk haraya getsə, əsil yurdunu unutmazdı. Bir türk hara köçsün. İndi biz Kanadadayıq, biri də dostlarımız Amerikadadılar. Bunların o günü gözləyirlər ki, vətənə qayıtmaq imkanları ola. Mən dünən bunu deyirdim, yadımdan, yəni kəsildi. Mən şəxsən özümü deyirəm, heç kəsin tərəfindən danışmıram. Mən vətən mərəzim var. İndi gələnmirəm, çünki gəlsə meydan olar. Amma heç olmasa, umaram inşallah mən vətənin istiqlalını görərəm. Amma heç olmasa, öləndən sonra məni vətəndə, Qəradağda, Çalanla Mülüşün arasında bir dağ var, onun üstündə adı Şıxılcandır. Məni orada qul gələr. İmkan olsa. Unutmaq, yaddan çıxartmaqdır. Bir türk hər yerə gedircəsin, vətəni, dedik ölkə ya yurdun və elin unutmaz. Siz bir şah səvəni hər yerdə görsəz, o şah səvən. Dedik, mən şah səvən türkiyəm. Mən Qəradağlıyam. Mən Əhərliyəm, mən Kəlibərliyəm, mən Təsüclüyəm, mən Xoyluyəm, mən Urmiyyəliyəm, mən Zəncanlıyam, mən Qəzvinliyəm, mən Təbrizliyəm, mən vətənin deyəcək. Çünki mən nə cür olur ki, əl-ayağım dəyir, bunun səfələrini dəyişdirirəm. Çünki atalarının məzarı var oradaydı. Niyə biz vətənimizi sevirik? Axı 3 dənə dəlil sayır. Bir budur ki, atalarımız orada dəfn. Ata və analarımız, yəni budur fəqət dədəmiz. Ata və analarımız orada dəfn olublar. Ona görə vətəndir. Əlbəttə, vətən ona görədir ki, baxın, bir daha bir şey deyim. Azərbaycan Cumhuriyyəti Ermənistandan Qarabağı almaq üçün 3000-ə yaxın ya 3000 civarında şəhid veribdir. Baxın görək, yəni mən hesablanmamışam bunu, siz baxın görək ki, o torpaqlar ki, azad eləyiblər neçə kilometr mürəbbədir. Hər adamın, hər sərbazın üst-üstə 5 litr qanı var. 3000 insan, 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 5 litr qanı var. 3000 in
çarpı zərb edər farsça deyirlər. Çarpı 5 litr. Sonra deyin ki, bu topraklara nə qədər şəhid qanı tökülübdür. Yaralıları da var axı. Bizim neçə min nəfərdə yaralılarımız var. Onların da qanı tökülübdür. Vətən beləsi. Sonra o şəhidləri orada dəfn elərsiniz. Sonra da adamlar ölərlər, dəfn elərsiniz şəhidlərin qanlı topraklarda. Onlar vətən. Çocuqluğu orada geçər. Çocuqluq çağı vətəndə geçib. Mənim məsələn, mən Kəlanda 8 yaşımacan, 9 yaşımacan qalmışam. Sonra bir dəfə zat getmişəm, ya getməmişəm. Bir dəfə fikrim getmişəm, ya getməmişəm. Bağın yadımda deyil. Baba ocağı. Ocaq dedik o yerdir ki, ailə orada toplaşır. Şadlığın, kədərin, yemağın, aclığın, toxluğun paylaşır. Sırrıların orada saxlır. Ocaq sır yeridir. Biri bilməz ki, biz orada bir şey yedik, yemədik. Az yedik, çox yedik. Ana qucağı oradadır. Dedim, mən bunu gəlin dünən tozif vermişəm, qıssaca deyim. Biz ananın bətnində, qarnında vücuda gəlirik. 9 ay bizi orada dolandırır. 9 aydan sonra doğur, ölməsə, qədim ölürdülər çoxu, ölməsə, bizi qucağında yekəldir. Elə ki 2 yaşımız oldu, belində yekəldir. Allah bilir 6-7 yaşınacan. Bizi belində daşır. Bu da vətənin o şeyləri, dəlilləri ki, biz vətəni niyə yaddan çıxada bilmirik. Türkün yurdu, Türkün yurd sevərliyinə örnək olaraq Xon dövlətinin qurucusu olan Metəni göstərə bilərik. Deyir ki, bir dənə nümunə göstərdək ki, Türk yurdun, vətənin, yəni məmləkətin sevər. Buna örnək olaraq, nümunə üçün, örnək nümunə ərəb sözdür. Onun türkçəsi misal da ərəbcədir. Örnəkdir. Örnək olaraq bir dənə misal bıraq. Kimdir? Xon dövləti adlı bir dövlət olubdur, Türk dövləti. Onun qurucusu olan Mete adlı bir Metexan. Türkiyədə Metehan deyirlər. Metehan adlı bir adamı deyir, misal bıraq. Görək ki, bu adam necə sevirmiş. Tatarlar hökmdarı savaş elanına bir nədən olmaq üzərə öncə onun çox sevdiyi bir atı istədi. Bu at saatda 1000 fərsəx bir ağac uzunluğunda yol alırdı. Məncə burada bir ağac ki, parantez arasında yazıbdır. İştibah yazıbdır. 1000 Türkiyədə minə deyirik biz. 1000. 1000, 2000, 5000, 10000. 1000 fərsəx, yəni 1000 ağac. Bu istəyir desin ki, bu at çox güclü idi. Bir ağacı bəlkə elə hər at gedə bilər. Bəlkə, bilmirəm. Çünki bilmirəm ki, neçə kilometrdir bir ağac. 4 kilometr, 5 kilometr, 3 kilometr bilmirəm. Amma deyir ki, Tatarlar türkdülər. Tatarların hökmdarı. Hökmdar ərəbcə sözdür. Ərəbcə və farsça sözdür. Dar sözü var orada. Bilmirəm, dar da farsça, türkçə onu bilmirəm. Hökmdarı, yəni hakimi. Yəni oranın rəisi, başçısı, xanı. Savaş, ehtimalən adı savaşmış ya da savaş elanına bir nədən olmaq üzərə. Savaş burada bütün bir dənə virgül qoyub savaşdan sonra ona üçün şəkk elədim, amma mən belə oxudum. Savaş elanına bir nədən olmaq üzərə. Yəni savaşa dəlil ola bilək bir iş görə ki, o bais ola ki, savaş düşə. Üzərə öncə onun çox sevdiyi bir atı istədi. Gəldi, bu Metənin çox sevdiyi bir at var idi, onu istədi. Bu at nə cür bir at imiş? Elə bir at imiş ki, saatda, əlbəttə, baxın, saat taza bir şeydir. Metexan zamanında saat yox imiş. Saatı 3-400 illi düzəldiblər. Yəni saat
Məsələn 600 il bundan qabaq yox idi ki, saat üstündə danışaq. Hər yerdə siz görsəz ki, 400 il bundan qabaq. İndi saatı yazsaz, Google-də yazsaz ki, saat ha zaman ixtira olubdu. Dəqiqən siz yazaq ki, hangi gün kim ixtira edibdi. Ondan qabaq ədəbiyyatda, kitablarda, tarixdə hər yerdə gördünüz saatdan söz gedibdi. Mənzuru da saatdan dəqiqə saniyədir, 60 dəqiqəlik bir şeydir. Bilin ki, yalandır. O kitab yalandır. Çünki, məsələn, Quranda saat var. Amma saat zaman anlamındadır, çağ anlamındadır, dövr anlamındadır, dəqiqə saniyə anlamında, 60 dəqiqə anlamında deyil. İndi burada da deyir ki, bu at saatda 1000 fərsəx, 1000 fərsəx, bu yazıb 1 fərsəx yox, bir ağac yox. Uzunluğunda yol alırdı. Yol alırdı, yəni gedirdi də, alırdı, məsələn, ayaq altında qalırdı, gedirdi. Mete, vətəndaşlarını savaşın olumsuzluqlarından qorumaq üçün bu atı Tatar xaqanına göndərdi. Mete xan vətəndaşlarını, vətəndaş həman dedik yurtdaş, ölkədaş, bunları, yəni ölkə, onlar ki ondan o vətəndə yaşırdılar. Onları savaş olumsuzluqlarından, savaşın o pisliklərindən uzaq saxlamaq üçün, onları qorumaq üçün bu atı Tatar xaqanına, xaqan hökmdara dedi ərəbcə, türkcə xaqan, xan, ona göndərdi. Xaqan xanların xanı olur. Tatar xaqanı savaşa bəhanə arayırdı. Tatar şahı hala yenə də o xaqan bir savaş istirdi olsun. Bahana arırdı. Bahana ehtimalən türkçə sözdür. Bu səfərdə Mete'nin ən sevdiyi eşini istədi. Biraz geçdi, dedi ki, mən geçən dəfə bunun atını istədim. Deyirdim, bə atın verməz, çox yaxşı atdır. Çünki bu o birisi atlardan çox sürətlə gedir, saatda, yəni bir az zamanda 1000 fərsəx yol gedir. Bunu verməz, amma verdi. İndi də bunun bir gözəl xanımı var, qoy bunu istəyək, verməsin, gedək savaşaq. Bu səfər də Mete'nin ən sevdiyi əşini istədi. Əş dedik ki, türkçədə iki şey ki, hər sahədə birdirlər. Biri uzun qıssa, biri yaxçı pis, biri haqlı haqsız deyil. Hər şeydə bərabər olana əş deyirlər. Musavidir farsça. Ərəbcə musavidir. Farsda musavi yoxdur. Farsda namusavi var ki, bilirsiniz, Panirənin ismində əlamətləri namusavidir. Bütün bəylər qurultayda savaş elanını istədikləri halda Mete, mən vətənimi öz eşqim uğruna çeynətməm, dedi. Tamam xanları çağırdı, vətənin xanlarını çağırdı, gəlin, gəldilər. Mete xan onlara dedi ki, beləsi bir şey, mənim arvadımı istir indi, atımı istədi verdim, indi də xanımımı istir, neyniyək? Bütün bəylər qurultayda, qurultay türklərin tarixi bir ənənəsidir, siyasi bir qurumdur. Orada oturarlar, məsləhətləşərlər, təsmin tutarlar və təsmin tutandan sonra xan icra elər. Başda oturan, qurultayın başçısı. Bizim ən son Güney Azərbaycanlılar, ya Azərbaycanlılar, Güney yox. Azərbaycanlılar ən son qurultayı Nadir dövründə olubdu. Ondan sonra Nasiruddin Şah qurultay qurubdu. Şura. 2 dana, 3 dana şura qurubdu. Sonra da məşrutəni veriblər, o da qurultaydı. Amma o qurultay anlamında deyil ki, şeydə var idi. Nadir Şah da var idi və Türk tarixində var idi. Türk tarixində hər tayfanın bir ağsaqqalı var, böyüyü var, xanı var, ərbabı var. O nə desə hamı onu qəbul elər. Ölün ölərlər, qalın qalarlar. Bu iki Rıza Şah gəldi bizdə xanxanlığı yıxdı. Məhəmməd Rıza. Səbəb elə buydu. Çünki hər xan eləyə bilirdi, öz adamlarına hökm verə və adamları onun sözünü qəbul edirdilər. Hətta Rıza Şah zamanı rəy alanda gedib kətlərdən ya şəhərlərdən rəy yığmırdılar. Xan rəy verirdi,
Deyirdi mənim məsələn 3000 adamım vardı, mən rəy verdim filan kəsə, tamam qutuldu getdi. Onun üçün də görürsünüz Rza Şah dövründə və Məhəmməd Rza dövründə xanların bir çoxu məclis senatordular, məclisdə nümayəndədirlər. Mete xan hər halda onları çağırdı, dedi ki, qurultay quruldu, savaş elanını istədikləri halda. Hamısı dedi ki, biz savaş istəyirik. Xanlar Mete xana dedi ki, biz savaşırıq, sənin namusun bizim namusumuzdur, biz savaşarıq. Mete dedi ki, mən sözü ki vardı, mən, onun Türkiye'de ona ben deyirlər, bığla deyilir, mığla deyilmir. Ben vətənimi öz eşqim uğruna çeynətməm. Mən ölkəmi, yəni millətimi və biz ölkə öz başına ölkə deyil, onun üstə bir insanlar yaşadığı üçün ona ölkə deyirik. Ölkəmi, vətənimi eşqim uğruna çeynətməm, yəni qoymaram bunu əzələr aradan aparılır. Çeynətmək budur, məsələn bir saqqızı çeynərək tüpürürük yerə. Buna deyirlər çeynətmək. Çox ərzişsiz bir şey olur əslində. Ya məsələn bunu çeynəyəndən sonra ağzımızda belə biri də görsə ət çeynirik, bal çeynirik, hər nə çeynəsək acıqları gələr, irgənərlər. Çünki də bu ərzişdən düşər də. Yəni o bal o zaman yaxçıdır ki, həmin bal da ağızda, amma çünki də çeynəndi xarab olur. Ətdir, hər nədir. Deyərək nədir? Sevgilisini düşmana vermək kimi böyük bir fədakarlıq qəbul etdi. O sözü deyərək ki, mən vətəndən ötürü, öz eşqimdən ötürü vətənimi düşmən ayaq altına salmaram. Gəldi sevgili xanımısın, məcburi olsa da razı saldı ki, mən səni verim, ora savaş geçsin. Sevgilisini düşmana vermək kimi böyük bir fədakarlığı qəbul etdi. Qəbul etdi ki, belə bir fədakarlıq eləyə, millət qoymaya aradan geçsin. İndi bizim bir də insanlarımız dəqiqən bu işi görürlər. Yəni vətəndə onlar iki zindan çəkirlər millət üçün. Onlar dəqiqən bu işi görürlər. Bunu üzərinə Tatar xaqanı Hun ölkəsindən heç bir ürünü olmayan, əkinsiz, urmansız, mədənsiz, xalqısız bir ərazi parçasını istədi. Tatar xaqanı gördü ki, olmadı. Gəldi, dedi ki, qoy mən bunlardan vətəndən bir parça istəyim. Bunlar vətən dedikləri, ölkə dedikləri yerdən bir parça istəyim. Gəldi, dedi ki, mən bunların yaxçı yerlərini istəsəm, bəlkə verməzlər. Ya, kiçik yerini istəyim, görün, verərlər. Yəni, bunları bu cürsür, görün, verərlər, ya hazırdır, məsələn, vətənə xiyanət eləyərlər, ya yox. Bizim diqqət buyurun, bu günləri bizə ha, görün ki, bu bizlə. Bunun üzərinə Tatar xaqanı, yəni Tatarların padişahı, Hun ölkəsindən heç bir ürünü olmayan, heç bir ürün dedik ki, məhsul, tolid olmayan bir şeyi, əkinsiz bir yer, urmansız bir yer, dağsız bir yer, orman yəni dağ, mədənsiz bir yer, kansız bir yer, biz fikir edirəm, mədən demirik, kan deyirik türkcə, fikir edirəm, xalqısız bir yer, orada insanlar yaşamırlar. Həqiqətdə bir kəvir istədi bunlardan. Kəvirlik bir çöl istədi. Ərazi parçasını istədi. Qurultay bu faydasız torpağın verilməsində heç bir sakınca olmadığını söyləmişkən, Mete, vətən bizim ölkəmiz deyildir. Mazarda yatan atalarımızın və qiyamətə qədər doğacaq torunlarımız bu kutsal topraq üzərində haqları vardır. Vətəndən istərsə bir qarış qədər olsun yer verməyə heç kimsənin yetkisi yoxdur. Bu səbəblə savaşacağız. İşte mən atımı düşmana doğru sürürəm. Arxamdan gəlməyən edam olunacaqdır. Deyərək Tatarların üzərinə yürüdü. Görün nə söz deyir. Deyir ki, qurultay yenə quruldu. Çağırdı xanları gəlin. Xanlar gəldilər. Xanlar xanı, xaqan yəni, Hunun xaqanı, Mete xan dedi ki, xanımımı istədilər verdim, atı istədilər verdim. İndi bunlar torpaq istədilər filan yeri. Xanlar dedilər, oranın ərzişi yoxdur ki, adam yaşamır, suyu yoxdur, dağı yoxdur, ağacı yoxdur, əkinəcəyi yoxdur, çoban getmir ora, oranı ver geçsin.
heç bir sakınca görmədilər. Sakınca mani. Mani ərəbcə sözdür, onun türkçəsi sakıncadır. Sakınca olmadığını söyləmişkən, yəni dedilər bunu, Mete xan dedi ki, nə dedi? Vətən bizim mülkümüz deyildir. Deyir ki, vətən mənim mülküm deyil satan, verəm. Yəni, diqqət buyurursunuz, baxın burada anlama, vətən mənim mülküm. Siz vətəndən bir yerə pul verib ala bilərsiniz. Amma onu düşmənə verəməzsiniz. Sənin deyil. Diqqət, bunu dəqiqən fəqət Amerikada o şey ki, farslar sorpus deyirlər. Qızıldəri deyirlər türkçədə. Bunlar mən eşitdiyim bir neçə yerdə bunlar toprağı xaricəlilərə satmazlar. Xaricəli nə deyirlər? Yəni məsələn mən ki indi gəlmişəm Kanadaya, Kanadalıyam məsələn. Oradan torpaq mənə vermirlər. Satmırlar əslən. Deyir ki torpaq satılmaz, bura vətəndir. Geçən il bunlar bir cələsə qurdular, qurultay qurublar. Qurultayda təslim tutublar ki, hər kəs geçsə ora geçsin. Torpaq istəsə alsın, amma 100 illikdən sonra ya öləndən sonra. 100 il diri qalsa 100 ildən sonra əlindən çıxacaq. Yox, ölsə balalarına yetişməyəcək. Qalacaq yenə vətən qeydəcək də əsl sahiblərinə. Diqqət buyursunuz, vətən o anlam burada var. Metənin anlamı burada qalır hala. Bizdə yoxdur. Mete deyir ki, vətən bizim mülkümüz deyildir. Rıza Şah filan yeri bağışlayır, Məhəmməd Rıza filan yeri bağışlayır filan. Bunlar sənin mülkün deyil bağışlayasın. Məzarda yatan atalarımızın və qiyamətə qədər doğacaq türk torunlarımız, torun dedik ki, nəvələr, nəticələr, götücələr, hər nə mənə şey deyirlər olar. Bu qutsal, müqəddəs torpaqda torpaq üzərində haqları vardır. Deyir ki, bizim geçəcək nəsillərimizin də bu torpaqda haqqıları var. Biz o haqqıları ata bilmərik. Gələcək nəsillər ki, doğacaqlar milyonlar il sonra, onların da burada haqqıları var. Biz onların haqqını indi verəmərik düşmənə. İndi bunu qoyun görün, bizdə məsələn Urmiyədə, Azərbaycanın ora burasında görün nə işlərdən çıxırıq. Çox rahatca məsələn Qəzvini, Həmədanı, Zəncanı, Qumu veririk farslara. Tehranı veririk farslara. Deyir ki, vətəndən istərsə bir qarış qədər olsun, yer verməyə heç kimsənin yetkisi yoxdur. Yetki, yəni haqq, qudrət. Heç kəsin o qudrəti yoxdur ki, vətəndən bir qarış da düşmənə versin. Bu səbəblə savaşacağız. Deyir, tüm vətəni verən mərux savaşacağıq. Arvadımı istədilər, verdim. Atımı istədilər, verdim. Atla arvad bəllidir ki, Türk tarixində çox mühüm bir şeydirlər. Görürsünüz ki, arvadı ikinci dəfə istəyiblər. Çünki başı aşağı edici bir şeymiş. Atı da olan atın versəymiş, başı aşağıya gətirərmiş adamı. Yəni çox önəm daşıyırmış da. İndi fikir eləyin ki, məsələn, indi bir nəfərə gələrlər deyərlər ki, mənə deyərlər məsələn, sən xanımımı ver. Deyərlər həyətimi ver, tamam, ehtimalən həyətimi verərəm. Amma deyərlər xanımımı ver, ya qızımı ver, ya filanımı ver. Biraz adam şey edir. Amma gəlir deyir ki, torpaq ver. Orada deyir, yox, savaşacağım da. Arvadın verir, savaşmır. Atın verir, savaşmır. Bəlkə icidlik əlamətidir, bəlkə savaşmaq, qəhrəmanlıq, insanlıq, bilmirəm, bir qurur əlamətidir at, ya arvad. Biz indi də bilirik da, məsələn, arvadları, arvad bizim qururumuzun mayəsidir. Xanımlar. Amma onu verir. Bəli, vətənə yetişəndə deyir ki, işte, mən atımı düşmana doğru sürürəm. Atımı mən, bir ayrı at alıbdır, atımı sürürəm düşmənə doğru. Düşmənə tərəf gedirəm, tək özdə gedirəm. Arxamdan gəlməyən edam olunacaq. Hər kəs dalımcan gəlməsə qabaqda gedirəm, dalımcan gəlməsə edam olacaq. Digər tatarların üzərinə yürüdü. Bunu dedi, getdi tatarların üzünə. Əsri türklərin gözündə vətənin nə qədər dəyərli olduğunu bu tarixi olaydan anlaya bilirik. Biz bu tarixdən bir anlaya bilirik ki,
Əski türklərin, qədimki türklərin gözündə vətənin nə ərzişi var? İndi görün bizim gözümüzdə nə qədər ərzişi var. Mən yenə burada təkrar edirəm, mən dostlara onlar dəfə, onlar dostuna danışmışam. Siz siyasətdən çəkilin kənara. Ağa, mən sənin siyasətə girməyi istəmirəm. Axı, sənin siyasətə girməyin nə təsiri olacaqdır? Amma sənə mən bir dənə iş pişnahad edirəm. Get ginən Kürdistanda bonqahlıq aç. Və orada şəhərdən yox, kətdən satılan o kürdlər ki, kətlərdən köçürlər, yerləri qalır. Onların mülkün al mənə. Al internetdə sat, eşikdə olan Azərbaycanlılara, yetərdə olan Azərbaycanlılara. Biz topraqlarımızı alaq. İddia elədikləri yerlərimizin ki, əlimizdən çıxadıblar, qətli am eləyiblər, çıxadıblar. Onları sənədin getirək əlimizə. Sabahları hər yerdəsə, yox, bu sənət mənimdir, o kət mənimdir. Bəzi ictimai, iqtisadi iş 1000 nəfər siyasi işdən mühümmüdür. Bir nəfər iddia elirdi ki, adını çəkməyəcəm hər halda. Məni də tovladılar. Dostlar dedilər, bu elədir filandır, bəhmandır, biz də getdik. Adam özü də danışdım, bir neçə dəfə danışandan sonra tanımırdım adamı. Tanışandan sonra adam dedi ki, mənim 2 dənə nəft quyum var Amerikada. Onların pulun verəcəyəm Azərbaycan yolunda şey olsun. Mən də tovlandım. Götürdüm bir məqalə yazdım ki, ağa, bu adamda pul vardı, iş vardı. O birisilər də gəlin yığışın bir bancı düzəldin türklər üçün. Sonra adamın özünə dedim ki, ağa, sən siyasətə niyə girmirsən? Gəl mən kanal vururum, sən get Xameneyi ilə danış, deyən ağa, şərik olaq. Pul məndən, icazəsi səndən, %50. Mən Azərbaycanda maşın fabrikası vurum. Orada maşın tolid eləyim. %50 mənfəətdə geçsin Xameneyiyə. Sən get orada bunu düzəlt. Amma bir dənə şərt qoy. Deyən, hangi mühəndis, hangi karicər istəyə burada iş tapa, işləyə, gələk türkü dilini yazıb oxumağa başara. Sonra gördük ki, adam məndən də bədbəxt imiş, kasıb imiş. Əski türklərə görə vətən törədən, yəni milli kültürdən ibarətdir. Vətən törədən, yəni milli kültürdən. Törə nə deməkdir? Diqqət buyurun, burada törə seriallarda, o dizilərdə, türk dizilərində eşidərsiniz. Törə, törə, törə. Törə nədir? Burada onu məna edir. Əski türklərin fikrinə görə vətən, ölkə, məmləkət, yurt nədən ibarətdir? Törədən ibarətdir. Törə nə deməkdir? Törə yəni milli kültürdən ibarətdir. Milli kültürdən ibarətdir. Kaşgarlı Mahmudun kitabında zikr olunan ölkədən getirilir, törədən getirilməz. Mahmud, Kaşgarlı Mahmud adlı bir tarih, Azərbaycan, bir türk var. Tarixdə 2 dilli ya 3 dillikçə ərəb, fars, türkçə bir kitab yazıb, sözlük yazıbdı birinci dəfə. O sözləri izah eləyibdi. O izahların birində gəlib deyib ki, ölkə nədir? Bunu məna edir. Deyir, ölkədən getirilir, törədən getirilməz. Bu da deyir ki, vətəndən getirilsə də törədən getirilməz. Çünki indi bunu bəlkə deyəcəkdir. Çünki ölkəyə ölkə anlamını verən törədir. Törə nədir? Törə bəyəklər dedim də, orada qan tökülür, orada yekəli ruh, bunların hamısı ki, o 4 dənanı bu dedi, biz də üstünə qoyduq, şəhidlər filan bəhman, dəfn olurlar. Bu törə bunlar olur, bunların məcbusu olur, xatirələrimiz olur, düşüncələrimiz olur. Bunlar bizim bu vətən anlayışı burada ondan olur. Yoxsa niyə Kanada mənə vətən olmur? Kanada 100 bərabər Qəradağdan suluq, Qəradağdan xoş ab-hava, Qəradağdan çox ağaçlı, Qəradağdan çox heyvanlı. Amma niyə mənə Qəradağ deyil? Yüz bərabər deməyim. Mənim nənəm gəlmişdi bura. Gedibdi Təbrizə. Təbrizdə bir nəfər soruşub ki, oğlun gilin yanları nə cür gördünüz? Ay, qurtulur. Deyir, 25 saniyə qalır. Deyibdi ki, behişdən bir qapı. Behiştin bir qapısı Kanadadır.
Amma niyə mən Qəradağ istəyirəm? Dostlar, təqribən səfərin sonudur. Dedi 20 saniyə qalır. Mən təşəkkür edirəm. Sağ olun. Yarın yenə bir səfə oxuruq. Sağ olun, sağ qalın.